Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Əvvəlcədən kanalıma baxdığınız üçün hər birinizə təşəkkür edirəm. Bugün sizlər üçün rənginə, ətrinə doyum olmayan, olduqca dadlı, ləzzətli gül kompotu hazırlayacağım. Əminəm ki, siz də bu resepti çox bəyənəcəksiniz. Gül kompotunu hazırlamaq üçün bizə qızıl güllər lazımdır, ətirli qızıl güllər. Gülün saplaq hissəsini götürürəm və gördüyünüz kimi ləkəklərdə olan ağ hissələri bıçaqla kəsirəm. Ağ hissələr acılıq verdiyi üçün mütləq kəsilməlidir. Bu güllərdən gül mürəbbəsi, gül suyu, gülab da hazırlamaq olur. Bu qayda ilə təmizlədikdən sonra aş süzənin içərisinə yığıram və yaxşıca yuyuram. Yuduqdan sonra bir kənara qoyuram ki, suyu tamamilə süzülsün. Şüşələri əvvəlcədən qaynar su ilə sterilizə edirəm. Daha sonra isə gülləri şüşələrin içərisinə yığıram. Zövqə görə az da yığa bilərsiniz, çox da yığa bilərsiniz. Ancaq çox olduqda ətri də, rəngi də daha gözəl alınır. Hər şüşə üçün bir armud stəkan şəkər tozu tökürəm. Və çay qaşığının ucunda limon duzu əlavə edirəm. Sonda şüşələrin içərisinə qaynar su tökürəm. Və 1-2 dəqiqə gözləyirəm. Su biraz çəkildiyi üçün yenidən üzərinə su əlavə edirəm. Şüşənin qapağını bərk bağladıqdan sonra şüşəni tərpədirəm ki, şəkər tozu tamamilə ərisin. Bir gün beləcə otaq şəraitində saxladıqdan sonra ertəsi gün sərin yerdə saxlaya bilərsiniz. İllərlə saxlasaz belə xarab olmur, rəngi də, dadı da olduğu kimi qalır. Ertəsi gün isə çəkib sizlərə göstərirəm. Artıq mənim gül kompotlarım hazırdır. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.